Ömrü yadda hamısı saxlamaq lazım. Bax, mənim dəstəm. Şamiyana birinci biz girmişik. Açı, birinci biz girmişik. Allah haqqı, imamıza da haqqı, birinci biz girmişik. Çi çalmaz Mənim sözü, dəstəm. xahiş eləm onu ya. Özü təqdim edər. Arif Cabbarov, komandir rota, Gəncə batalyonunun, komandir rotası. Arif Cabbarov. Arif bəy, bu qələbə münasibəti ilə sizi və sizin də sözü təbrik edirik. Sağ ol. Öz ürək sözləri denin. Öz Xalq ürək eşidirsən. sözlərimi yenə onu deyirəm ki, mənim uşaqlarım doğrudan da geri oldu. Doğrudan geri oldu. Mən uşaqlarımın qabağında səcdə eləyərdim. Mənim uşaqlarımla indiyənə kimi biri, ikisi zədə çəkib. Özüm də zədə çəkmişəm, bu dəqiqə zədəliyəm. Bax, bu dəqiqə zədəliyəm, bax, mənim ayağım yaralıdır. Bu dəqiqə açan baxam, bəlkə də ağlayarlar. Amma mən pozisiyanı qoyub qaçmıram. Nə də mənim uşaqlarım qoyub qaçmır. Qaçmayacaq biz. Biz bütün Yerevana kimi gedəcək. Kimi bax, oğullar mənlə barabar vuruşacaq. Hər yerə girəcək. Lazım olsa hər yerə girəcək. Separasiya da girəcək. Sağ olun. Mehman bəy Ələkbəroğlu. Mehman bəy, Gəncə batalyonunun komandiriyəm. sizi qələbə münasibəti ilə təbrik edirik. Sağ olun, bu qələbə bizim deyil, Azərbaycan xalqının əsgərlərinindir. İkincisi, ürəyinizdə nə arzunuz var deyə bilərsiniz. Ürəyimizdə arzumuz ondan ibarətdir ki, Azərbaycanda bir nömrəli Gəncə batalyonu indiyənə qədər yalnız avtomat silahlı qalıb. İndiyənə qədər cəhbətçilərdən təşkil olunduğuna görə bu batalyon ağır texnika ilə təmin olunmuyub. İndiyənə qədər bu batalyona bir dənə də olsun, deməklə ki, dövlət tərəfindən yüksək təminatlı şəkildə güllə, qranat, mina və s. heç nə verilməyib. İndiyənə qədər bu batalyonun keçdiyi əziyyətli yolu heç bir dövlət rəhbərliyi qiymətləndirməyib. Mənim dövlətə sözüm budur. Əgər qeyrət, kişilik mənbəyi olaraq Gəncə batalyonu bura qədər gəlib çatıbsa, deməli bu Gəncə batalyonunun şəxsi heyətinin və komandanlığının gördüyü tədbirlər sayəsində olub. İçkimiz 20 nəfərə yaxındır. Yaralımız 70 nəfərə yaxındır. İndiyənə qədər Gəncə batalyonu Azərbaycanda yeganə batalyondur ki, qazandığı əmək haqqından 200 manat şəhidlər üçün ayırır. Azərbaycanda yeganə batalyondur ki, Gəncə batalyonu İslam bayrağı altında döyüşür. Azərbaycanda yeganə batalyondur ki, bizim batalyonda içən və nəşə çəkən yoxdur. Azərbaycanda yeganə batalyondur ki, qraviyojla məşğul olmur. Azərbaycanda yeganə batalyondur ki, heç kimin evini dağıtmayıb, heç kimin ailəsinə baskın eləməyib, heç kimin ailəsini naümid qoymuyor. Hətta şəhidlərində. Mafiya qruplaşmalarına daxil olmuyor. Olmayacaq da. İndi bilmirəm, qismət olmasa mən getsəm nə olacaq onu bilmirəm, onu deyə bilmərəm. Mehman bəy, biz də sizə uğurlar arzuluyoruz, sizin dəstələrdə də. Oyun olsun ki, Xankənddə görüşək və sizdən yenə bir müsahibə alaq. Mənsiz. Öyle hamımız bir yerdə. Çünki 28 yara alan bir komandirin hələlik qiymətləndirilməməsini özünüz fikirləşin. Gəlin yoxlayaq görə Azərbaycanda hansı batalyon komandiri 28 güllə yarası alıb? Vuruşan oğlanlarımız da var, vuruşan qızlarımız da var, qəhrəman qızlarımız. Saadət xanımız cavan uşaqdır. Gəlib burada qəhrəmancasına oğlanlarla vuruşur. Gəncə batalyonda hələlik təzə gəlib, təzə gəlməyinə baxmayaraq açıq ürəklə. Təqdim edəcək. Hüseynova Saadət, 17 yaşım var. Özümdə Neftçalar rayonundan. Sizi nə məcbur edib ki, vətən torpağını bizim oğullar olurlar, siz də gəlmişsiniz müdafiə etməyə? Nəyə görə məcbur edirlər? oğlanların çoxunda qeyrət görməyib ona görə. Balan şalvar geyinirlər. Oğlanlar hamısı şəhərdə siqaret çəkmaqla məşğul edirlər. Ona görə də mən məcbur olub gəlmişəm. Sən qadalım. Mənim, üzr istəyirəm, mənim balaca qızım var, 8 yaşındadır. O dedi ki, papa, o vertolyot partlayanda dedi, papa, sən orada vətən torpağında vuruşursan, ancaq burada bığı-vurma oğlanlar gəlir siqaret satırlar. Sənin başqa bir şey gəlsin, mən də özümüzü hərribi öldürəcəm. İnanarsan, telefonla danışa bilmədim, ad boy verdim. Getdim, qılıqladım, dedim, anaş, Bakıdadılar. Dedim, anaş, olmazaq, bəbə. Dedi, ay baba, hamının vətəni döyüb, bığı-vurmalar düşüblər vağzaldan, ta bütün şəhərin canına siqaret satırlar. Dedim, anaş, dedi, papa, bilirəm, sən sözünlə dönən döysən, sana uğurluyorlar olsun. Qoy, elə qızlarımız da, bu ki, belə qəhrəman qızlarımız var, Allah bunlara can sağlı versin ki, o beyqiriyyət oğlanlara da qeyrət versin Allah ki, siqaret satıb, köynək satıb,
başqa şeylərsə buradan oğurlanan şeyləri satıb gəlib bizim qanımızı yəni ki olmasın, yeyə çıxıb orada kişilənməsinlər. Ay sağ ol. Deməli, Müdafiə Naziri ilə görüşdə Müdafiə Naziri bizə söz verdi ki, Azərbaycanın şəhərlərində kütləvi surətdə yığım keçiriləcək hərbi xidmətə. Və bu yığım zamanı varlı və dövlətlərin balaları da cəlb olunacaq. Bu yığım hələlik gözə çarpmır. Mən xahiş eləyərdim və tələb eləyərdim ki, bu yığım sürətlə hərata keçirilsin. Özdə vayankomlar həmin adamlara rəhbərlik eləsinlər. Vayankomlar. Çünki onların çox hərbi təcrübəsi var. Yoğunlamış qanunlarını və peysərlərini biraz naz etsinlər. Xahiş edim olduğu kimdə verə bilirsiniz verin. Verə bilmirsiniz, heç çıxışımı vermeyin. Qiriyyətçi xalq olmamışıq. Biz həmişə qiriyyətçi xalq olmuşuq. Ali bəy, indi bu qələbə günündə gəl Qələbə onları gündə yadına mən onları salmayalım. duyuram ki, gün o gün olsun ki, Xankənd də bizimdir. Hamısı bizimdir, hamısını alacağıq, lazım olsun. Alacağıq, alacağıq, vallahi alacağıq. Amin. Allah qalacaq. Hamımıza uğurlar arzu.